Bəli, əziz izləyiciləri, tamaşaçılarımıza belə bir mövzu ünvanlamışıq, belə bir sualla müraciət eləmişik ki, valideyn-övlad münasibətləri necə olmalıdır? 050-245-3717 WhatsApp nömrəsinə həm fikirlərinizi, həm də öz təcrübələrinizi gözləyirik. Bəli, əziz tamaşaçılar, bir məlumatı diqqətinizə çatdırmaq istəyirik. Belə ki, Nəcib Qafqaz maralı vəhşi təbiətə qaytarılacaq və 2 mərhələdə 8 maralın Qafqaz sıra dağlarının ərazisindən buraxılması nəzərdə tutulur. Və istər deyilə əməkdaşımız Əli Səmədovu salamlayaq. Əli, hər vaxtınız xeyirli olsun, biz sizi eşidirik. Sabahınız xeyir olsun. Şaxdağ Milli Parkı Cənubi Qafqazda ən böyük milli parklardan biridir. Bir neçə rayonu əhatə edir və qeyd etmək lazımdır ki, ən vacib hissələrindən də biri İsmayılı bölməsidir. Burada Aidiya İctimai Birliyin dəstəyi ilə və təşəbbüsü ilə bir sıra mühüm humanist layihələr həyata keçir. Onlardan biri Nəcib Qafqaz maralının öz doğma arealına qaytarılır. Biz hal-hazırda buradayıq. Gördüyünüz kimi burada 3 il əvvəl gətirilən 3 baş Nəcib Qafqaz maralı gətirilib, burada yetişdirilib. Bunlar demək olar ki, 3 il ərzində bu qapalı ərazidə saxlanılıblar. Onlar üçün gördüyünüz bu ərazidə bu tok burada xırda voltajlı tok hasardır. Buraya insanlar daxil ola bilmir ya da ki, heyvanlar çölə çıxa bilmirlər. Burada bunlar yetişib, artıq gücləniblər. Qeyd etmək lazımdır ki, bunlar artıq qısa bir zamanda vəhşi təbiətə buraxılacaqlar. Onlar üçün müxtəlif yemlər var, yem vasitələri var və yem vasitələri ilə onlar bir növ İsmayılı rayonunun meşələrinin təbiətinə uyğunlaşdırırlar. Onlar vəhşi təbiətə buraxıldıqdan sonra da müxtəlif nöqtələrdə mühafizəçilər onlar üçün qış aylarında yem tədarükü edirlər. Necə ki, vəhşi biz onlara və Nəcib marallar üçün də burada yemləmə var. Gördüyünüz kimi 8 baş heyvan artıq demək olar ki, güc toplayıb və vəhşi təbiətə buraxılma anlarıdır. Hardasa qısa zamanda onlar Qafqaz sıra dağlarının ərazisinə buraxılacaq və növbəti partiya, Aidiya İctimai Birliyinin təşəbbüsü ilə növbəti bir addım atılacaq. Növbəti partiya vəhşi heyvan Nəcib Qafqaz maral gətiriləcək və burada təbiətin həmən pozulan tarazlığı bərpa olunacaq. Qeyd etmək lazımdır ki, vaxtı ilə bu ərazilərdə bu gözəl heyvanlar mövcud olub. Bilirsiniz, şərq gravyuralarının hamısında gözəllik rəmzi sayılan məhz bu gözəl heyvanlardır və bunların bərpa edilib doğma təbiətə qaytarılması təbiətdə pozulan tarazlığı özünə qaytaracaq, təbiət bir növ dirçələcək. Qeyd etmək lazımdır ki, görürsünüz, burada turistlər üçün də şərait yaradılıb və bura gələn turistlər bütün bunları seyr edə bilərlər. Təbii ki, onlara zərər toxundurmadan. Bunu da mühafizə işləri aparılır. Gördüyünüz kimi mühafizə də öz işini görə bilir. Bizdə bu qədər. Gəlin İsmayılı rayonunun Buynuz kəndinə və bu gözəl buynuzlu heyvanları seyr edin. Bizdə bu qədər, söz sizdədir. İsmayılıdan bu gözəl təbiət qoynundan olan canlı bağlantıya görə sizə təşəkkür edirik. Ətraflı məlumata görə sizə minnətdarıq.